Hörmətli izləyicilər, ilk öncə kanalımıza abunə olmağı unutmayın. Allah qotur versin, dırnaq verməsin. Məqaləmizin adını boşuna atalar sözü ilə başlamamışdıq və söhbətimizi də uzadıb sizi yormaq istəmirəm. Mus demədən sözün Mustafasına keçək. Yaxın gəlin. Deyirlər Yeni Suraxanı qəsəbəsində keçmiş konsener zavoduna məxsus olan 960 kvadrat metr ərazini malqara üçün ayırır Tahir Qədəşov adlı şəxs. 8 nəfər üzvü ilə birlikdə özəlləşdirərək MMC yaradıblar. Həmin 8 nəfərin biri də Rauf Mikayılovdur. Rauf Mikayılov 33 ildir ki, payçı olduğu adı gedən ərazidə iri buynuzlu heyvan yetişdirərək fermer təsərrüfatı ilə məşğul olur. Eyni vaxtda xeyriyyə əməlindən də qalmır. Fermasında istehsal olunan süd və süd məhsulları ilə qazi və şəhid ailələrinə köməkli göstərir. MMC-nin təsisçisi sonradan Tahir Qədəşovun qızı Elnarə Qədəşovanın adına rəsmiləşdirilir. Buradan bir haşiyəyə çıxaraq, İstədim ki, təsisçinin dəyişən zaman 8 nəfər payçının razılığı alınıb, alınmayıb. Bu da bizə məlum deyil. Nəysə, mətləbdən uzaq düşməyək. 2024-cü ildə keçmiş təsisçi Tahir Qədəşov fermanın 360 kvadrat metrini qeyri-qanuni, yəni bildiyimiz zorbalıq, hədə-qorxu, qol gücü ilə söküb dağıtdı. Rauf Mikayılovun illərlə zəhmət çəkib böyütdüyü fermer təsərrüfatına ciddi şəkildə maddi ziyan vurdu. Təbii ki, sual yaranır. Məyər təsisçi Elnarə Qədəşova ilə Rauf Mikayılovun icarə müqaviləsi yox idi? Bunlar qanunu araşdıracağı mövzu olduğu üçün o barədə bəhs etmək istəmirik. Bizi ağrıdan tərəf odur ki, şəhid və qazilərin canı bahasına rahat biznes qurub sərvət artıran Tahir və Elnarə Qədəşovalar Rauf Mikayılovun təsərrüfatına ciddi şəkildə ziyan vuran zaman qazi və şəhid ailələrindən həya edərdilər. Acgözlükləri təkcə Rauf Mikayılovu deyil, qazilərin də qəzəbinə səbəb oldular. Burada düşünürsən, Allah belə kəmfürsət varlıqlara qotur versin, qaşıma dırnaq verməsin. Hansı ki, məhv etdiyi fermada inəklərin dilindən olan qarğışdır. Bir duyduq. Bu ölürdür. Bax, bu pis vəziyyətdə. Orada iki baş pis vəziyyətdə. Bunların hamısını Tahir Qədəşov olacaq. Damı söküb, buradan onun damı yoxdur. Söküb dağıdıb, bunları salmağa yer yoxdur. Birazını bıraxıram sonra, orada deyir, damlara bıraxırdım. Onları da söküb dağıdıb, bıraxıram sonra palçının içində yatır. Gəlir, yağış qar yağına. Keçən orada qarda 3 baş inəyim öldü orada. Burası sığışım. Orada bıraxdım, orada gedir, qarda soğukda öldü. Batı, təzə doğan nə? 8 saat doğum öldü. Bir buradaydı, 8 başında bomboş qaldı, bir də nə qaldı? Bir başında o qaldı. O inəkləri çəkir, xahiş edir. Onlar da xəstədir. Onlar da görmüşsün, onlar da xəstədir. Dövlət kənd təsərrüfatına verici neçə illərdir, 15-20 il verici götürülüb. Kənd təsərrüfatına verici yoxdur. Ancaq Tahir Qədəşov kənd təsərrüfatı saxlayanlara zülm edir. Kənd təsərrüfatı məşğulunun şəraitini dağıdır, sökür ki, qoy heç də saxlamasın.